atılır, atılmır? Biz təbii fəlakət, məsələn, deyək ki, çayların daşması təbii fəlakətdir. Zəlzələ təbii fəlakətdir. Amma yağış yağdı, şəhər batdı, bu təbii fəlakət deyil. Yəni, yağış yağır, bu ildə yağıb, gələn ildə yağacaq, ötən illərdə də yağıb. Həmişə də bu vəziyyət yaranır. Yəni, bu vəziyyəti aradan qaldırmaq lazımdır. Deyək ki, Keşlədə baş verən hadisələr, Xırdalanda, Masazırda baş verən hadisələr. Yəni, bu, hətta dedilər ki, bu Ağşəhərdə küçələri su basıbdır. Yəni, bunlar təbii fəlakət deyil. Yəni, bu məsələlər hər il baş verən və bu qarşısı alınması zəruri olan məsələlərdir. Yəni, bu qədər vəsaitlər xərclənir, bu qədər milyardlar xərclənir. Bu kommunikasiyalara bu qədər xərclər verilir, bu binaların tikilməsinə, bu infrastrukturun yaradılmasına, bu kanalizasiya sistemi də nəzərdə tutulmalıdır. Yəni, Bakı sularının axıdılması problem deyil. Xəzər dənizi okean səviyyəsindən aşağıda yerləşir və Bakının bütün ərazisi, əksər əraziləri Xəzər dənizindən daha yüksəkdədir. Yəni, bu suların hamısının yönəldilərək Xəzər dənizinə göndərilməsi imkanları var, amma bunlar nəzərə alınmayıb. Məsələn, körpülər tikilib. Deyək ki, normalda tutaq ki, belə bir körpünü Almaniyada o cür bahalı maaşların yüksək olduğu bir ölkədə tutaq ki, 10 milyon avroya tikirlər. Azərbaycanda 30 milyon avroya tikiblər. Deyək ki, eyni körpünü, eyni keçidi. O keçidin su basması təbii fəlakətdirmi? Yəni, yağış yağacaq, qar yağacaq, bu olacaq. Amma çayların daşması bu başqa məsələdir. Dağıstanda xüsusilə çayların daşması ilə bağlı problemlər var. Qusarda çayların daşması ilə bağlı, Balakəndə bilirəm ki, çayların daşması ilə bağlı. Bunlar başqa. Amma şəhərin küçələrinin su basması, məsələn, Xırdalana şəhər statusu verilibdir. Xırdalanda bilirsiniz necə dəhşətli vəziyyət var. Bir çox rayonların, kəndlərində elə vəziyyət yoxdur. Yəni, bu, hər il bu məsələ, bu proses baş verir. Bu, əvvəlcədən tədbirlər görülməlidir, kanalizasiyalar açılmalıdır, suların hara yığılma yerləri artıq yağış özü müəyyənləşdiribdir. Bunun üçün xüsusi analiz aparmaq, mütəxəssislər cəlb etməyə ehtiyac yoxdur. Bilinir ki, su hara yığılır. Onun qarşısını almaq üçün tədbirlər görülməlidir. Yağış hər gün yağmır ki, 365 günün 5 günündə yağış yağır da və 360 gündə bu məsələləri həll etmək lazımdır və külli miqdarda da Fövqəladə Hallar Nazirliyinin büdcəsinə vəsaitlər ayrılır. Yeri gəlmişkən, Fövqəladə Hallar Nazirliyi demişkən. Mən eşidirəm ki, nə bilim, Bakı İcra Başçısı Əzizov arasa gedibdir, nə bilim, su idarəsinin nümayəndələri qarşıma bir video çıxdı ki, Azərsunun işçiləri adamları təxliyə edirlər və Fövqəladə Hallar Nazirliyi haradadır? Yəni, Fövqəladə Hallar Nazirliyinin nəhəng büdcəsi var. Ora külli miqdarda vəsaitlər ayrılıbdır. Yəni, onlar bu məsələləri həll eləmək bir ilk növbədə Fövqəladə Hallar Nazirliyinin öhdəsində olan məsələlərdir. Eyni zamanda, məsələn, şəhər infrastrukturunun yaradılması, binalar tikilir, elə tikilməkdə davam edir, heç bir dayanmır. Hər yerdə tikintilər fasilə vermir. Elə kim istəyirsə, kimin əlaqələri varsa, kim tenderlərdə udmaq üçün hər hansı bir əlaqələrdən istifadə edə bilirsə, gəlir tikintilər tikir, binalar tikir, başqa obyektlər yaradır Bakı şəhərində. Bunların bütün bu kommunikasiya məsələləri həll olunmalıdır. İlk növbədə bu kanalizasiya, bu sular hara gedəcək, bu kanalizasiyalar hara gedəcək, bu zibillər necə daşınacaq, yəni bütün bu məsələlər əvvəlcədən həll olunmalıdır. Sahələrə milyardlarla vəsait. İndi mən, əlbəttə, mən indi Eldar Əzizovun adını çəkdim ki, Keşləyə gedibdir. Haradasa qarşıma çıxdı ki, gedib Keşlədə o su basan yerlərdə, o yer vəziyyəti yanında. Amma Eldar Əzizov yağış yağanda getməli deyil də. Bakı şəhər icra hakimiyyətinin birbaşa, yəni Bakı şəhərin rayonlarının icra hakimiyyətlərinin birbaşa vəzifəsidir ki, bax, indi ki, yağış yağdı, su hara yığıldı bilindi, hardan gəldi bilindi və bu suların artıq Xəzər dənizinə axıdılması üçün bu yollar tapılmalıdır, bu istiqamətlər həll olunmalıdır. Bu, indi məlum olur ki, hansısa bir su kollektorunun üstündə 5 mərtəbəli bina tikilibdir. Bu binanın tikilməsinə kim icazə veribdir? Necə olub ki, su kollektorunun üzərində bu bina, indi binanı sökməkdən danışırlar. Yəni, bütün bu məsələlərə, şəhərin arxitekturasına, bu şəhərdə nəinki su axınlarının, hətta hava axınlarının istiqamətlərinə diqqət yetirilməlidir. Yəni, bunlar hamısı vacib olan məsələlərdir. İndi də əgər, məsələn, deyək ki, Qarabağda ağıllı kənd yaratmaq, ağıllı şəhər yaratmaqdan söhbət gedirsə, heç olmasa Bakıda indidən sonra gedən tikintilərdə bu məsələlər hökmən nəzərə alınmalıdır və hakimiyyət strukturları məsələlərə diqqət yetirməlidirlər ki, hər dəfə bir yağış yağanda, bir külək əsəndə belə böyük problemlər yaşanmasın. Təşəkkür edirəm, Arif bəy. Minnətdaram yayımıza qatıldığınız üçün. Çox sağ olun.